Ferhat yeri. Sen al 2 tane fındık yersin sen Allah. Çok göze batırıyor. Yetişim var. Onun patatesiydi. Kırasın. Şey yok ya fındığı neyle kırasın? Getirsin yığma. Pes o ilerideki nedir? Arif o ilerideki de bağdı. Hele mi? Bura? İlerideki. İlerideki bağ görüyor. Bağdın tasım bilmirəm nə var. Şəftəli bağı. Şəftəli yox ki. İkimiz də eyni kətdənik. Burada böyüyüb başa çatmışıq. Ən xoş günlərimiz burada keçibdir. Ən maraqlı, sevinçli günlərimiz bu kətdə keçib. Böyük bir ailədə böyümüşəm. Evdə 8 uşaq böyüyübdü. 3 qardaş, 5 bacı. Məktəbi burada qutarmışam. Sonra da peşə məktəbini qutarıb əskəriyə getmişik. Əskəri xidmətinə. Sovet ölkəsi vaxtında. 1993-cü ildə vaxt ki, burada müharibə gedən vaxtı gəlmişəm yenə bu kəndə, bu məxsus kəndinə ailə qurmaq üçün. Bu gözəl xanımla ailə qurmuşuq. Ailə qurduq düzdür, amma burada bir yerdə çox yaşaya bilmədik. 3 günümüz oldu. 3 günün səhərsi ermənilər hücuma keçdilər. Ümidimiz bir sana gelir. Ümidimiz bir sana gelir. Yoldaş Heydər Əliyev. Hayri adam onu bildim xilas eləyənməz. Ancaq o elə. Tapsalı yollarda. Kəndi tərk etməli oldu. Hərə bir tərəfə dağıldı. Evlər məhv oldu, insanlar dağıldı, başqa-başqa rayonlara, kəndlərə. Demək olar ki, kəndimiz mühasirəyə alındı. Ona görə də 32 ildir kənarda yaşayırdıq. İndi hal-hazırda 32 ildən sonra öz vətənimizə qayıtmışıq. Düzdür, qayıtmışıq. Ürək ağrısıyla bu kəndi girdik, çıxdıq, baxdıq bütün evlərə, dağılmış. Bu xarabiyə qalmış evləri gördükcə adam ürəyi düz ağrıyır. Evlər elə bir səni çağırır, ağlayır hamısı. Bizim ən maraqlı günlərimiz o 2 sinifdə keçibdi. Ən maraqlı. Burada da çox maraqlı günlərimiz olubdu. Həddindən artıq. Bu mənim 7-ci sinifdən olan şəklimdir. Uşaqlı sinif yoldaşlarımla həmən o əvvəlki oxuduğumuz məktəbin görkəmidir. İndiki yanmış, uçmuş, dağılmış və pis vəziyyətdə olan şəklidir. Bizim bütün sene bu müəllimlər kabinetində ən çox müəllimlər bizi kızlara formal evdə yığıb gətirirdi. Biz burada müəllimlər kabinetində müəllimlərin qalma işlərini aparırdıq. Ondan sonra yazı pozularını aparırdıq. Bütün qızlarla biz içəri girmək mümkündür. Pis bərbad gündədir. İlan da ola bilər. Çox qorxulu bir vəziyyətdir də. İçəri girmək qeyri-mümkündür. Kətdən çıxanda bütün doğmalarım sağ idisə, indi heç birisi yoxdur. Atama kadar arzuluyordu ki uçağın üstünde de olan da vatan hasretiyle vatan diye gözün yumdu.
Uşaqlığımız burada keçibdi. Böyük ailə olub. Hamımız burada. Bu bizim böyləmiz. Orada ərzaq saxlayırdıq. Mürəbbə, qarpız, belə şeylər. Bizdə elə olurdu ki, atam faizdə aldığı qarpızı fevrala qədər yeyirdik. Burada yığılıb daxılıq. Burada indi tutuldu. Bura gözəl beton çəkilmiş yol idi. Evimizə qədər. Görün buralar nə tər. Otluğam. İndi düzdür. Belə baxanda kiçik görünür hər şey. Amma halbuki hamısı böyükdür. 2 mərtəbə burada idi. Bir zəmisi var idi. Ne deyildir? Ağzındasında belə öpürlər hamısı. Deməli bu bağlar hamısı bizimki idi. İndi bağ deyirik, düzdür. Bağdan bağlıq qalmayıb da, amma bağ deyil. Gözəl bağlar idi. Atam çox zəhmətkeş olduğu üçün bizi də sakit qoymurdu oturaq. Bekar qoymurdu oturaq. Nəyəsə həmişə bir iş tapırdı. Onu ona, bunu buna. Ona görə də bağımız, bağçamız çox gözəl idi. Bu da bizim evimizdir, evimizdən qalandı. Bu evə yenə də baxırım, bayaq dediyim kimi belə balaca görünür. Amma çox burada 6 otaq buradaydı. Burada şüşəbənd deyirik. Tök şüşəbənd idi. Azı bir 15 metr uzunluğu, 6 metr deyil. İndi görünür də nədir burada. Bu da bizim qonşulardır. Məlikə Halagir. Həqiqətən zabor qalıb orada. Yenə deyirəm, atam çox zəhmətkeş idi. İndiyada düşdükcə bir tərəfdən deyirəm zəhmətkeşlik, bir tərəfdən zülm verirdi bizə doğrudan da. Çünki bu karyel var burada, daş karxanası. Gözəl daşlar çıxırdı orada, kəsdirildi. Qardaşım da, atam özü də orada işləyirdi. Yəni bütün evlər rayondan gəlirlər, daş aparırlar. Amma atam deməli bizi o daşdan gətirib tikdirmirdi bir şey kəndə. Bizə betonla tökdürürdü daş formasında. O betonla tikirdi evi. Bu da buradan da ak gelirdi, su geliyordu buradan. Palıd ağacımız. Burada gözəl ərzqil ağacımız var indi, hələ də qalır orada. Düzdür, balacalaşır, sırlaşır. Fındıqlardan da əlamət yoxdur. Bir dənə balaca özləmə qalır, bəs olur. Həmin fındıq bağı buraydı. Nə deyim, müqayisə ediksə, əvvəlki kəndimiz, evimiz, obamız, indiki çox fərqlənir, həddindən çox. Tanınmaz dərəcədə fərqlənir. Yenə də şadıq ki, gəldik, qayıtdıq, qurayıq, görürük, baxırıq. Yəni, yəqin yenə də burada yaşayarıq. Biz yaşamasaq da evlatlarımız, nəvələrimiz yaşayır. Burada qalın, kirək görün, haradayım mən o vaxt. Ben dəyəcəm. Vaqif ki, o vaxt gəldim, deyirmən də bir dəfə getmişəm, deyir. Gəldim bir yeri armud ağacı sağlam. Armud ağacı 2 dənə idi. Biri buradaydı, çünki tut ağacımız oradaydı. Mağarla tut ağacın arasındaydı. Biri də var idi, buradaydı. Kişi bilmirəm indi hansını deyirdi. Bunu yoxsam onu. Onsuz da nə o qalıb, nə bu qalıb. Bu da burada bizdə çox nar ağaçları vardı. Yaxşı narlarımız olurdu. O vaxt heç kəsdə olmasa da birini bilmirəm. Mənə düzü kim almışdı. Balaca narsıxan idi. Onu götürüb düşürdüm ağaçların canına. Bankalara sıxıb içirdim, sıxıb içirdim. Deməli 5 yaşım olardı.
Elə oldu ki, daim Ukraynada idi. Gəlmişdi bura. Sonra qayıtdı, nəsə atama dedi, demədi. Gedəndən sonra atam məni istədi ki, apara orada, Ukraynada böyüyəm. Getməmişdən əvvəl deməli, bir balaca vedrədə üzüm yığmışdım, yaxşı üzümlər idi. Şkafda gizlənmişdim, burada şkafımız vardı, girəcəkdə evə. Gizlənmişdən qoymuşdum ki, görən olmasın, özüm yiyim ancaq. O vaxtda kakraz biz gedəsi oldu Ukraynaya. Atam qonşumuz rəhmətli Yeldarla məni götürdülər Ukraynaya. Çünki orada daim nə demişdi, nə deməmişdi. Uşaq orada böyüsün, orada savad alsın, təhsil alsın. Mən də getdim, orada qalmadım. Kişini heç uzağa boşlamırdım. Qalmaq istəmirdim. Kişi yatanda da qoymurdum ki, aralaşdım. Birdən deyirdim, məni qoyub gedər, qalaram burada. Deməli, o gələndən sonra rəhmətli anam deyirlər, o qədər baxıb ağlayırdı ki, nəyə? O qoyub gizlədiyim üzümə. Kibə uşaq getdi, o qalacaq Ukraynada, üzümü qalıb burada. Özü üçün gizlənmişdi, indi yiyən yoxdur. Mən də ki, qalmadım, qayıtdım, gəldim bura. Burada təhsil aldım, böyüdüm. Bu evdən qalan əsər əlamət budur, məktəbdən. Məktəbə baxanda ilk növbədə Zalan müəllim yana düşür. Bizim sevimlimiz Zalan müəllimdir, iş müəllim. Allah hamısına Allah rəhmət onlara eləsin. rəhmət. Ramiz müəllim, Hərbazırıq müəllimi. Allah ona can sağlığı versin. Burada çox məşq eləmişik ondan. Avtomat sökü yığmaq silahına. Ən çox yadda qalan yalnız Zalan müəllim. Burada bizim sahəmiz var idi, çıxırdıq burada məşq eləyirdik. Amma indi divar qalıb, yarı divar. Elə baxanda amma gözəl mənzərələr açılır. Bu bizim dağımız. Daş karxanamız. Bura belə bir kənd olub ki, çox məşhur. Əhalisi böyük, həm də ki, başqa rayonlardan, başqa kətlərdən hamı yardıqla işləməyə. Çünki bizim kətdə iş yeri çox idi, həddindən çox idi. Daş karxanası, sonra Strogovolun rejim, koloniya, stolpa düzəldirdi, mərmər zavod. İş həddindən artıq çox idi, hamı işlə məşğul idi, hamı yaxşı yaşayırdı. Getdikcə də güzəranımız lap yaxşılaşırdı. İndi belə hər şeyi təzədən sıfırdan başlamaq olasıyıq. Elə 93-cü ildən bütün kənd cəmaatı hər bir rayonda özləri üçün məskunlaşdı. Demək olar ki, kənd dağıldı da hər bir tərəfə düşdü, didərgin düşdü. Kimisi bacı qardaşdan, kimisi ata baladan hər bir diyara düşdü. Ölən öldü, canın sağ-salamat götürüb qaçan qaçdı. Demək olar ki, kəndimizdən çıxan ərəfələrdə nə qədər öz kənd insanlarımızdan, qonşularımızdan çoxları elə bu kənddə həmən güllüyə tuş gəldilər. Sürmə, sürmə, gəl bura görək. Nə daha qardaş? Keçmişi yadına salmışsan. 46 il bundan əvvəl. Həmin yerdə. Sənin Məqsudlu kəndində. Sürmə bacımızı gələn köçürtdüyümüz gün, 79-cu il. İndə 2025-ci il. Gözəl günlərimiz orada qaldı. Maşallah, maşallah, cavan qalmışsın. Sənin cavanlara. Hə, deyək gəlin ifadəni gör, nə qəşəng. Qardaşın da böyründə. Şükür, həmişə böyrümdə olun, həmişə. Allah canınızı sağ eləsin. O həmin yerlər, həmin mənzərə. Gəlin köçürlər. İndi onda 34 yaşım var, indi 67 yaşım. Görsən qardaşın da o vaxt uşaq idi, səni köçürdü. Qardaşın böyründə gör, ailəsi ilə gəlib
Buranı yad ediyor. İlham Əliyevə Allah can sağlığı versin. Onu bizim torpaqlarımızı qaytardı. Allah Taala hamıya xeyir işlər gedək kəndimizə, Verəm obamıza. Arif. Həmən yerdə, həmən məkanda. Məkana qayıdaq. Her şey yaxşı. İnkişaf etsin. Toy olan gün, toy olan məkan. Evlatlarımız İnşallah hamımız yaxşı olarıq. Yo, sen yaman fikirsən ya burada nəsə. Sen yaman fikirsən burada o vaxtda. Mülayim. Nəsə yerə Uşaq baxır, idi yerdən də, saxtarırmış. Mülayim uşaq idi. 5-də oxuyurdu. Sənin də ən çılğın vaxtları. İndi ağsaqqal kişisən. Bir qırılan kim deyirdim, ay Fəhrat məktəbdən götürdüm, gəlirdim, deyirdim, gəl onu qayır get. Deyirəm ən sakit, əminamanlıq vaxt. Konkedən sonra ikinci mən idim, Məkət dosta. Hə, gəlinən hər iş gəlirdi, amma uşaq vaxtından, bax quran. Həm düzəldirdi, həm qırdı. Yox, qırmayıb, gərək düz danışırsın. Arif qırırdı, amma Yox, valla qırdı. Allah qırmayıb, mənim Sağlamaqdan başqa bir işi yoxdur. Yox, valla, indi bəlkə qocalıb demərəm onu. Əlindən hər iş gəlirdi, indi şükür. Şükür bu günləri gördük, ay Allah, sağ qurban olun. Gəlmişəm öz vətənimə. İndi nəvələrimizlə qayıtmışıq. Hə, indi nəvələrimizlə, qohum öyladla. Allah ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı. Bir də müharibə olmasın. Hə, atamın yurdudur, atamın yurduna gəlib çıxmışıq. Böyüklərimizə Cavanlarımız, gənclərimiz xoş şəhid görsünlər. olanlara Allah rəhmət eləsin. Yerdə qalanlara can sağlığı. Bir də Allah o günü bizə göstərməsin. Hə, həmişə yaxşı günlər yada salaq. Hə, gəldi çıxdıq, hər şey yaxşıdır, yavaş-yavaş irəliləyək. Şükür bu günlərimizə, şükür. Oldu. İnşallah kəndimiz də bərpa olar, qayıdarıq kəndimizə. Qaytarıq elimizə, obamıza. Yadımda mı öten günler, ağaç altı bulak sesi, günler keçir bize kalır, o günlerin hatiresi. Gel azizim keçerleri yada salak döne döne, öten güne gün çatar mı, calasan da